Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billah el-aliyyil azim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecehum ve ehlik aduvvehum minel cinni vel insi minel evveline vel ahirin. Aziz ve değerli Müslümanlar, hak ehli, azadlık sever insanlar, bildiğimiz kimi artık Epstein koalisiyasının pedofil, qaniçən və Siyonizmin vəhşiləri tərəfindən İran İslam Respublikasına qarşı gözlənilmədən başladıqları müharibənin və bu müharibədə törətdikləri cinayətlərin və vəhşiliklərin 40-cı gününü yaşayırıq. Dünya bu 40 gündə böyük bir gedişatın şahidi olub və bizlər də bu ömrümüzün 40 günündə tarixin önəmli mərhələsi və mühüm mərhələlərində yaşamışıq. Və gözlənilməz dəyişikliklər baş verib dünyada. Eyni zamanda tarix də bu 40 gün ərzində kiçik, xırdalı, böyüklü bütün olay hadisələri özündə artıq həkk edib yaddaşında saxlayıb. Tarix yazarlar artıq bütün bu müharibənin gedişatını vaxtında qeydə alıblar. Təbii ki, elhamdülillah, haqq əhlinin nümayəndələrinin mətbuatda, mediada olması o demək işin ayaqda qalmasına səbəb olub. Artıq dünənin tarix yazarları ilə bugünün tarix yazarları tam fərqli bir durum, fərqli şəraitdə olduqları üçün haqqın üzərinə heç kim pərdə çəkib onu gizlədə bilməz. Təəssüflər olsun ki, bu müharibə hələ davam edir və biz bilmirik müharibə hansı gün, hansı vaxt bitəcək. Amma bizim bildiyimiz bir mövzu vardı, bir şey vardı ki, Allah Təbarək Teala'nın adlarından biri Əl-Haqqıdır və Allah Təbarək Teala da haqqın əhlinə qələbə və zəfər vədə verib. Bu Allahın vədəsidir. Qeyb aləmindən bura qədər Allahın göndərdiyi kömək, nüsrət səbəbindən bu günləri müqavimətin, haqq cəbhəsinin biz uğurunu və müvəffəqiyyətlərinin canlı şahidiyik. Və təbii ki, bu müharibənin bir şöləsi də Qəzzədədir, bir şöləsi də Livan ölkəsinin cənubundadır. Onlar da birbaşa oradakı müsəlmanlar, daha doğrusu Siyonizm vəhşiləri ilə qarşı-qarşıya durublar. Və biz kəsinliklə bilirik ki, Allah Təbarək Teala'nın yer üzündə olan bir sonuncu hüccəti vardı. O da bizim İmam-ı Zaman aleyhissalatu vesselamdır və İmam Zaman aleyhissalamın xeyirli, bərəkətli dualarının və onun qeyb aləmindən yetirdiyi yardımlar, köməklər bu haqq cəbhəsinin müqavimətinin başının ucalığı olaraq və bir, necə deyərlər, uğurların ələ gəlməsidir. Çünki biz İmam-ı Zaman aleyhissalamın ümmətiyik və yəqinimiz vardı ki, ağa heç bir zaman bizi öz başımıza bıraxmayıb və ağanın da özünün buyurduğu kimi İmam Zamandan aleyhissalatu vesselamdan odur ki, əgər biz sizi dua etməsəydik, sizi düşmənlər yerdilər, yəni məhv edərdilər, aradan aparardılar. Təbii ki, biz görürük ki, İmam Zamansız olanların halı, durumu necədir və İmam Zamanla olanların halı, durumu necədir. Bu da gün kimi aydın bir məsələdir. Tarix boyu demək ki, müharibələrin özünün böyük, necə deyərlər, insan həyatına buraxdığı təsirləri vardı və qətl vardı müharibələrdə, dağıntılar vardı, asayişin aradan getmə faktları vardı. Bizlər sadəcə olaraq bu günlər istər Qəzzədə, istər Livanda, istər İranda
baş verən bu müharibəni sadəcə olaraq müşahidə edirik, uzaqdan uzağa seyr edirik, məlumat toplayırıq və media vasitəsilə, internet vasitəsilə izləyirik. Amma bu müharibənin içində olan insanlar, İmam Zamanın şiələri doğrudan da böyük bir imtihan mərhələsindədirlər və onları da biz dua edirik, Allah'ın veririk Həzrət Fatimə Zəhra anamızın selamun aleyhanın haqq hörmətinə Allah onları durduqları yerdə möhkəm eləsin, qədəmlərini sabit eləsin. Allah onlara davamlı olaraq öz köməyini, öz nüsrətini İmam Zaman Aleyhisselamın əli ilə onlara yetirsin. Bu 40 gün ərzində ümmət, müsəlmanlar çox acı, ağrı halları yaşayıblar və o cümlədən bu acı, ağrılı halları biz də yaşamışıq. Amma istərdim əsli mövzuya keçməmişdən qabaq bir xoşa gələn bir hadisəni, faktları danışaq ki, bu müharibənin bərəkətinə istər Amerikada, istər Kanadada, ümumiyyətlə dünyanın dörd tərəfində yaşayan xalqların nümayəndələri artıq dünyanın hegemonlarının iç üzünü tanımağa başlayıblar. Sizlər, bizlər əl-ələ verib, nə qədər bu batil əhlinin, şeytanpərəslərin, Epstein, pedofil və qaniçənlərin, siyonistlərin cinayətləri haqqında danışıb, insanları maarifləndirsək, belə insanlar buna o qədər inanmazdılar və onlar bunun həqiqətinə varmazdılar. Amma bu 40 gün ərzində xüsusən özəlliklə bu müharibə ərəfəsində dünya xalqları artıq dünya üçün əsl təhlükəli olan bir nömrəli terrorist Trump'ı tanıyıblar. Və Avropanın demək böyük cinayət məhkəməsinin qərarına əsasən Netanyahunu onun demək ittihamına əsasən Netanyahunu tanıyıblar. Bu müharibədə törədilən cinayətlər, xüsusən Minab şəhərində 2 Tomahawk raketinin vasitəsilə müharibənin ilk günlərində demək şəhid olan 165 günahsız uşağın və 15 müəllimlərin, 15 nəfər də müəllimlərin şəhadəti dünyada çox demək səs-küyə səbəb olub. Artıq məsələ Amerikanın öz daxilində müzakirə olunur. Kanadada müzakirə olunur, Britaniyada, qərb dövlətlərində, dünyanın hər tərəfində demək Epstein pedofillərinin vəhşilikləri açıq və net şəkildə müzakirə olunur və məhkum olunur. Çox maraqlı burası da məhkum olunur və biz görürük artıq hər yerdə demək dünyanın xüsusilə qeyri-müsəlman dövlətlərində etiraz aksiyalarında görsək, diqqət eləsək, 2 böyük kukla düzəldirlər. Biri Trump'ın simasında, bir də Netanyahunun simasında olan kuklalardır və onları bir qaniçən vampir kimi, vəhşi bir demək simvol kimi, eksponat kimi etiraz aksiyalarında bu transparantlarla bir yerdə dünyaya təqdim edirlər. Allah'ın da öz bir proqramı vardı. Biz bunu yadımızdan çıxartmayaq. Allah Təbarək Teala Quranda buyurur ki: "İnnallaha baliğu əmri." Allah Təbarək Teala öz işlərini layiqincə yerinə yetirəndə. Amennə billah. Biz buna Allah'a iman gətirmişik. Burada heç bir şəkk şübhə yoxdur. Və bu acı və ağrılı faciələrdə bizə hamısı ağırdır. Amma ən böyük və ən ağır faciə ümmətin rəhbəri Ayətullah Üzma Seyyid Əli Xamneyi Rizvanullah Teala aleyhin şəhadət oldu bizə. Özü də necə şəhadət? Ramazan ayında oruc ağızla, öz qız evladı yanında, 14 aylıq Zəhra nəvəsi yanında və gəlini evində
o qızının həyat yoldaşı kürəkəni evində və belə bir sadə bir həyat tərzi sürən böyük və geniş əzəmətli rəhbər Allahın mübarək ayında öz əzizləri ilə, yaxınları ilə Allahın çağırışına ləbbeyk deyib şəhadətə qovuşurlar. Təbii ki, bu böyük bir səadətdir. Rəhbər kimi bir şəxsiyyəti həyatının sonunu biz başqa bir ölümlə təsəvvür edə bilmərik. Və biz bilirik ki, ümmətin şəhidi Seyyid Əli Xamneyi ağanın həyatda bir şuarı vardı, bir lozungu var idi. Minəl məhdi iləl ləhdi aləl əhd. Beşikdən qəbrə qədər əhdin üzərində sabit qalmaqla mübarizə meydanında, Allah uğrunda, Allah yolunda, Allah düşmənləri ilə mübarizə və müqavimət. Təbii ki, beşikdən qəbrə qədər öz əhdinə vəfa edib, sadiq olan bir seyyid, din mərci təqlidi, ümmətin rəhbəri, təbii ki, gərək bu dünyadan, əgər inna lillah və inna ileyhi raciun deyiriksə, gərək elə bu şərafətli ölümlə də dünyanı tərk eləyə. Təbii ki, bu dünya qalmaq yeri deyil, amma əziz rəhbərimizin itkisi, yəni bizim əlimizdən getməsi və bu hicran bizim üçün ağırdır və biz bunun acı ağrısını ömrümüzün son nəfəsinə qədər öz içimizdə yaşayacağıq. Amma düşmən qarşısında elhamdülillah Rabbil aləmin, Allah bizim üzərimizə minnət qoyub, bizim başımızı uca edib. Rəhbərimiz sağlığında necə xeyirli, bərəkətli idisə vücudu, şəhadətindən sonra onun şəhidliyi daha İslam ümməti üçün, müqavimət xətti üçün daha xeyirli və bərəkətli oldu. Biz bu günləri müqavimətin qazandığı uğurlarda bunun canlı şahidiyik. Təbii ki, niyə ağırdır rəhbərin şəhadəti ümməti üçün? Yəni, rəhbərin şəhadəti bütün rəhbərin qətli bütün ümmətin qətlinə bərabərdir. Və ona görə də rəhbərin qisası, rəhbərin intiqamı çox böyük qisas və böyük intiqamdır. Və biz bu günləri görürük ki, və istəmirəm mən təkrar edəyəm, tarixdə yenə də biz bir demək səhnənin canlı şahidiyik ki, ən gözəl, ən yaxşıları, zamanın ən pisləri, ən çirkinləri qətlə yetiriblər. Biz rəhbərimizin sağlığında necə rəhbərimizlə fəxr edirdik? Biz iftixar edirdik. Şəhadətindən sonra daha biz fəxr edirik, daha iftixar hissi duyuruq. Qur'an-ı Kərimdə Allah Təbarək Teala bir ayə buyurur. İnnəllaha iştərə minəl mu'mininə ənfusəhum və əmvaləhum bi ənə ləhumul cənnəh yuqatilunə fi səbilillah fəyəqtulunə və yuqtəlun va'dən aleyhi haqqa fit-təvrati vəl-İncil vəl-Qur'an və mən əvfə bi əhdihi minəllah فاستبشروا ببعيكم الذي بايعتم به وذلك هو الفوز العظيم. Sadaqallahul aliyyil azim. Quran-ı Kərimdə Allah Təbarək Teala buyurur ki, Allah möminlərdən onların canlarını və mallarını satın aldı. Onun müqabilində onlara bir dənə cənnət verir. Onlar kimdilər? Allah yolunda vuruşurlar, döyüşürlər, öldürürlər və öldürülürlər. Bu harda gəlib bu xəbər? Quranda gəlib ki, bəziləri bilmirlər nə var, nə yox. Quranda gəlməyib bu xəbər. Allah deyir ki, bu Tövratda, İncildə və Quranda zikr olunmuşdur. Və Allah bunu üzərinə götürdüyü bir haqq vədə kimi tanıtdırır. Və buyurur Allah Təbarək Teala ki,
Va'dan aleyhi hakka fit Tevrat. Bu Allah'ın üzerinde olan bir tane hak olan vədədir. Allah bunu 3 semavi kitabda qərar verib, xəbər zikr edib. Kimdir Allah'tan çox əhdinə daha vəfalı olan? Var belə bir kəs. Allah sual eləyir. Və mən əvfə bi əhdihi minəllah. Kimdir o adam? Kimdir o varlıq? Təbii ki, Allah'ın özüdür. Elə isə Allah Təbarək Teala deyir ki, fəstəbşiru, bəs nəticə etibarı ilə müjdə verin, muşduluq verin belələrinə, möminlərə. Nəyin müqabilində? Onun müqabilində ki, bu alış-verişə görə. Kim ki, mömin olub və gəlib bu məqama çatıb, Allah Təbarək Teala'nın demək ki, rızayətini ələ gətirib və Allah olub bunun alıcısı. Mömin olub satıcı, satılan mal nədir? Möminin canı və malı. Nəyin qiymətinə? Cənnətin. Əməl nədir burada? Allah yolunda mübarizə, Allah yolunda cihad. Bax, əməl budur. Allah Təbarək Teala da onu qəşəng qiymətə alır, ona neynir? Və dalıcan buyurur ki, və zəlikə huvəl fawzul azim. O məhz böyük qurtuluşdur, əbədi saadətdir. Nədir o? Əbədi saadət, yəni əbədiyyətdə Allahın o əbədiyyət əhli üçün qərar verdiyi gözəl bir həyat. Bizim rəhbərimiz təbii ki, bu ayənin nümunəsidir. Allah'ın dediği minəl mümininələrdən, minəl müminin kəlməsindən nümunələrdən biri bizim rəhbərimizdir. Məgər rəhbər Allah üçün, Allah yolunda mübarizə etmədi, etdi. Dedik minəl məhdi iləlləhdi və aləl əhd ki, əhdinə də sadiq oldu son nəfəsinə qədər. Və Allah Təbarək Teala da onun bu mübarizə meydanında bir ömür apardığı mübarizə, müharibə meydanında, döyüş meydanında döyüşdüyü üçün Allah Təbarək Teala da rəhbərimizə əbədi bir saadət verir və deyir, və zəlikə fawzul azim. Və bu bizim doğrudan da iftixar etdiyimiz bir rəhbərdir. 13 yanvarda öz arşınımla ölçmə adlı YouTube kanallarında bizim bir mövzumuz olub. Yəni o YouTube kanalında bu mövzunun buraxılışları oldu. O buraxılışın da əsl hədəf və məqsədi nədən ibarət idi? Bundan ibarət idi ki, İran daxilində baş verən ixtişaşlar nəticəsində Siyonizmin nökərləri, hambalları böyük ümmətin böyük rəhbərinə daha doğrusu olmayan təhqirlər, həqarətlər, yalanlar, böhtanlar yağdırırdılar. O böhtanlardan biri də bu idi ki, Ayətullah Xameneyi milyardların toplayıb öz ətrafında olan insanlarla Rusiya qaçdı və Rusiyanın Moskva şəhərində yerləşmişdi və biz orada bir 16-17 dəqiqəlik video buraxılışı ilə bu Siyonizmin şeytana qulluq eləyən trollara, nökərlərə cavab verdik. Yadımızda olsa orada bizim bir sözümüz var idi. Biz dedik ki, bizim zamanımızın Seyyid Əlisi Cəddi Həzrət Əlinin yolunu gedəndir. Və Cəddi Əmirül-Müminin Əli ibn Əbi Talib necə ki, şəhadət ölümünün dalıca gündüzlər çıraqla gəzirdi, Seyyid Əli Xameneyi ağada öz həyatında ləyaqətli, daha doğrusu şərəfli ölümün, yəni şəhadətin arzusunda və onun dalıcan gündüz işıqla gəzirdi. Onu axtarırdı, elə bir ölüm axtarırdı. Biz demişik və yenə təkrar edirik ki,
Seyyid Əli Xameneyi ağa kimi Rizvanullah Teala aleyh ümmətin şəhidi kimi bir şəxsiyyətə ayrı bir ölüm yaraşmazdı. Elə bir şəxsiyyətin ölümü gərək elə səadət və şərafətli bir ölüm ola. Bu yaxınlarda bir video buraxılışlarından birində yenə də biz bəzi mövzularla rastlaşdıq ki, artıq orada demək tam ayrı bir formatda bu söhbət gedirdi. Etiraflar, hansı etiraflar? Bir nəfər demək əsli İranlı olub, İran Azərbaycanlısı olan bir nəfər, demək bir nəfərin studiyasında efirdə qonaq olduğu halda etiraf elədi ki, 20 il öncə Seyyid Əli Xameneyi ağanın haqqında uydurma və yalanlar ki, demək düzəlmişdi. Bu yalanlarla, uydurma xəbərlərlə Seyyid Əli Xameneyini Azərbaycan millətinin gözündən salmaq idi. Və hamı bilir ki, söz kimdən gedir və söz kimə aiddir. Baxın dostlar, 20 il ərzində əgər o adamın özünün dediyi kimi 20 il ərzində bu adam bu yalanların demək efirlərdə yayılmasında və 20 il ərzində sayı bəlli olmayan insanları yoldan çıxardıb, onun demək fikrini, zehnini, yolunu demək çaşdırıb, haqq yolundan sapındırıbsa və o adamlar ki, bugün artıq ola bilər, onların sırasında da, o adamların içində də ola bilsin ki, bu dünyada olanlar da olmasın, o halda, o fikirdə, o düşüncədə, o əqidədə dünyadan gediblər. Onların günahları kimin boynuna qaldı? Bugün bir nəfər çıxır 20 il öncə də qurduğu, quraşdırdığı yalanı etiraf eləyir. Artıq hansı bir zamanda ki, ümmətin rəhbəri artıq şəhid olub dünyadan gedib. Yaxşı. Və bugün etiraf edir ki, İranı biz özümüzə düşmən etmişik. Bu etiraf etmək deyil. Bu bir növ məsxərədir, bir növ ələ salmaqdır. Mənim özümün canlı şahidi olduğum bir neçə mövzular vardı. Ey əzizlər, olar ki, belə sui təbliğatın, türklərdə deyərlər, qara propagandanın təsiri altına düşmüş sıravi insanlar mənim səsimi eşidirsinizsə, siz həyatda varsınızsa, siz o uydurmanın, yalanın qurbanı olmuşsunuzsa, bu günləri sizin üzvünüzə tövbə qapısı açıqdır. Yadınıza salın, bunu da biz Kərbəladan dərs almışıq, tövbə etməyi. Ki, hansı halda insan hələ ölümün nişanələrini görməyibsə, ayağı yer tutursa, hələ ağlı kəsirsə, tövbənin qapısı onun üzrə açıqdır. Tövbə eləsin Hürr ibn Yazid-i Riyahi, çəkmələrini qumla doldurdu assı boynundan, Ağa İmam Hüseyin əleyhisselamın huzuruna gəldi, dizlərim vurdu yerə, dedi, ya ibn Rasulillah, ey Peyğəmbərin evladı, Allah Rəsulunun evladı, mən müqəssirəm, mən tövbə eləsəm, Allah mənim tövbələrimi qəbul edər. Ağa İmam Hüseyin əleyhisselam, Allahın rəhmət qapısı dedi, bəli, sən tövbə elə. Bu günləri də hər kim Seyyid Əli Xameneyi ağanın haqqında yalan danışıb, elmsiz və bu medianın yalanlarına uyub və batil əhlinin təsiri altında o ağıya, o Zəhra balasına, Seyyid Əli Xameneyiyə əgər bədbin olubsa və bu günləri məlum olub ki, bunların hamısı yalan imiş, onda zəhmət olmasa, gedin tövbə-i nəsuh edin. Tövbə-i nəsuh deyərlər, səmimi tövbə. Yəni, yalnız Allah üçün, riyasız, ürəkdən tövbə elə. Tam, qəti və geri dönüşsüz tövbə. Günahı tərk et, peşiman ol, bir daha o günaha qayıtmamağı özünə qərar ver. Buna deyərlər
nəsuh tövbə, yəni səmimi tövbə və buradan qalan ömrünü də sən Allahdan bağışlanmaq istəyirsən ki, qiyamətin günündə üzərində hər nə qədər haqqun nas varsa, insanların haqqı varsa, onlardan fikir edirəm elə ən böyüyü də Ağa Xamneyin haqqında olan sənin o yanlış zəlalət qövmünün təsiri altında danışdığın sözlərdir, onun haqqında dediyin iftiralardır. Davamda o xəttin, batil xəttinin davamçısı olmasan da, odur ki, sən tövbə elə, Allah da tövbələri qəbul edəndir. Düşmən bilsin ki, haqq bir kəsin üzərində dayanmayıb. Haqq bir cərəyandır. Necə ki, batil bir kəsin üzərində dayanmayıb, batil bir cərəyandır, haqq da bir cərəyandır. Baxın, Elhamdülillah Rabbil Aləmin, Allah Təbarək Teala 86 yaşında Seyyid Əlini şəhadətlə bu dünyadan apardı və Allah Təbarək Teala bu ümmətə 56 yaşında yeni bir rəhbər göndərdi və şair nəzmə çəkdi fars dilində. Mən o fars dilində nəzmə çəkilmiş bu misra şuar olaraq mənasını sizə deyirəm. Allahın əli əyan oldu, Xamneyi cavan oldu. Allah Təbarək Teala 86 yaşında Seyyid Əli Xamneyini əbədiyyətə, saadətə qovuşturdu. Əvəzində yer üzərində ümmət üçün 56 yaşında Seyyid Müctəba Xamneyini rəhbər qərar verdi. Allah Təbarək Teala İmam-ı Zamanın xeyirli, bərəkətli dualarını Seyyid Müctəba Xamneyinin üzərindən əskik eləməsin. İnşallah haqq müqavimət cəbhəsinə də Allah Təbarək Teala Seyyid Müctəba ağanın demək rəhbərliyi ilə qələbə və zəfəri nəsib eləsin. Allaha əmanət olun, ya Ali mədəd.